Natural qiymətində bu kəsirin qiyməti natural ədəd olardı. Bu tipdəki sualları əldə etdiyimiz zaman biz bilirik ki, əgər ki kəsirin məxrəcləri bərabərdirsə, onları bir məxrəc altında yazmaq olar. Bunda məxrəcləri bərabər olduğu üçün hər birisini bir məxrəc altında yazıldı. Mən bunları ayırıram. N kvadratı bölü n üstəgəl 2n bölü n üstəgəl 6 bölü n. Yəni bu formada olub əslində məxrəclər bərabər olduğu üçün bir məxrəc altında yazılır. İndi n kvadratı ilə n gedir, qalır burada n. N ilə n getdi, qaldı burada 2. Burada da 6 bölünsün n qaldı. Deməli bu hissə onsuz ki mənə tamı verir. Yəni natural ədədi verir. N-in yerinə neçə qoyuramsa qoyum. Məni narahat edən isə buradır. Mən bura elə bir şey qoymalıyam ki, bu kəsirdən çıxsın. Yəni tam ədəd alınsın. Təbii ki, bu 6-nın bölənləri olmalıdır. 6-nın bölənləri 1-dir, 2-dir, 3-dür və 6-dır. Deməli, bu qiymətləri qoyduğum zaman bu ifadənin qiyməti, kəsirin qiyməti natural ədəd olacaqdır. O da verilib bizə A variantında.